Hər vaxtınız xeyir. Bugün sizə həqiqi ədədlərin quizinin izahını verəcəm. Birinci sualımız modulların açılması ilə bağlıdır. Modulu sadələşdirmək lazımdır. Deməli, kök altında 6 minus 2,5. Biz bu ifadənin işarəsini təyin etmək üçün 2,5-i kökün altına salmalıyıq. O da 6,25 eləyir və buna görə də işarə mənfidir. Kök altı minus 2,3'ün işarəsini təyin eləyəndə 2,3'ü kökün altına salırıq. Kök altında 5,29 eləyir. Deməli, müsbətdir. Mənfidirsə modul əks işarə ilə açılacaq. Mənfi kök altı üst 2,5 plus. Modulun içi müsbətdirsə olduğu kimi açılacaq. 2,3. Mənfi kök altı müsbət kök altı islah olunub. 2,6'dan 2,3 çıxanda 0,2. 2 nömrəli sualda modulların cəmi 0-dan kiçik bərabərdir. Modulların cəmi heç vaxt 0-dan kiçik ola bilməz, lakin bərabər ola bilər. O halda ki, hər bir modul ayrılıqda 0 olsun. X bərabərdir -5-ə. 3y minus 9 da bərabərdir 0-dırsa, 3y 9-a, y da 3-ə. -5-i də 3-ə vuranda -15. 3 nömrəli sual cüt dərəcədən kök altından ifadə çıxardığımız zaman onu modulda çıxardırıq. Modulda A üstəgəl, modulda B minus A üstəgəlinsin B. Hər ikisinin dərəcələri, qüvvətləri eyni olduğuna görə birbaşa çıxa bilir kökün altından. Və modul varsa işarə təyin olunmalıdır. A mənfidir. B A-dan böyük olduğuna görə işarə müsbətdir. O zaman mənfidirsə əks işarə ilə çıxardacağım. Üstəgəl müsbətdirsə olduğu kimi plus B. İslahlarımız yoxdur uşaqlar. 2B çıxılsın 2A'dır və 2-ni ortaq vuruq çıxartsam B minus A. Y bəndi. 3 nömrəli sualda ilk növbədə işarəni təyin edirik. Mənfidir, cüt dərəcədən x üstü 6. Əgər mötərizə olsaydı, o zaman bu ifadənin işarəsi müsbət olardı. Lakin mötərizə olmadığına görə 6 yalnız x-a daxildir və mənfi kənarda qalır. Mənfinin tək dərəcədən qüvvəti də mənfi. Yuxarıda 2 mənfi var. 2 mənfini bir-birinə vuranda müsbət. Gəlin aşağıya baxaq. Mənfinin tək dərəcədən qüvvəti mənfi. Mənfinin cüt dərəcədən qüvvəti müsbət. Mənfini də müsbətə vuranda mənfi. O zaman bizim yekun cavabımız olacaq mənfi. Artıq işarəyə baxmağa gərək yoxdur. 6 və 7, yəni x üstü 13 yuxarıdadır. 3 və 8, 11. 11 ədəd aşağıda. 12-də 11-ə böləndə eləyəcək x-in kvadratı. O da olacaqdır mənfi x-in kvadratı, yəni cavab D bəndi. Ədədləri verilmişdir. A və B-nin kəsir hissələrinin cəmini tapın. Deməli, uşaqlar, kəsir hissəni tapmazdan əvvəl biz tapmalıyıq nəyi? Onların tam hissələrini. Kök 3 çıxılsın 6-dır, elə deyilmi? Kök 3-dən təxmini 1 tam neçəsə çıxsaq, 6-ın da ondan çıxdığımız zaman eləyəcək mənfi 4 tam neçəsə. Mənfi 4 tam neçənin isə tam hissəsi olacaqdır mənfi 5. Kəsir hissə isə bərabərdir ədədin özündən, yəni kök 3 minus 6-dan tam hissəni çıxanda. O da eləyəcək mənfi 5. O da olacaq kök 3 minus 1. Bu birinci ədədimizin kəsir hissəsi. 4 çıxılsın kök 3-ün kəsir hissəsini tapanda 4 çıxılsın 1 tam neçəsə məsələn, o da eləyəcək 2 tam neçəsə. Tam hissəmiz isə olacaqdır 2. 4 çıxılsın kök 3-ün, o zaman biz tapdığımız zaman kəsir hissəsini ədədin özündən çıxırıq. O da eləyəcək 2 çıxılsın kök 3. Və bizdən onların kəsir hissələrinin cəmini istəyir. 2 çıxılsın kök 3, topla kök 3 minus 1. Bunlar islah olundu. 2 çıx 1 qaldı. Cavab C bəndi. A vur B 0-dan kiçikdir. A kvadratı üstü S kubu. A kvadratı S kubu 0-dan kiçikdir. AC kvadratı 0-dan kiçikdir. Deməli uşaqlar, AC kvadratı kiçikdir 0-dan A-nın işarəsini təyin eləmək olar. S-nin işarəsini bilmirik, lakin cüt dərəcədən qüvvət müsbətdir. O zaman müsbəti nəyə vursaq mənfi eləyər? Mənfiyə. A-nı tapdıq mənfidir. Mənfini nəyə vursaq uşaqlar mənfi eləyər? Müsbətə, deməli B müsbətdir. Mənfinin kvadratı müsbət, müsbəti nəyə vursaq mənfi eləyər? Mənfiyə, deməli C mənfidir. Mənfi, müsbət, mənfi. C bəndi. Modulda 4,5-dən mənfi 4,5-dən müsbət 4,5 çıxır.
Bu mənfi, burada mənfi 2,5'i 3'e vuranda mənfi 7,5 eləyir. 2 mənfi yanaşı gəldiyimiz zaman isə işarə olacaqdı müsbət. Yəni 4,5 üstəgəl 7,5 o da eləyəcək 12. İndi isə gəlin baxaq aşağıya. Mənfi 0,5 2'də 1'dir. 2'də 1'in də kvadratı 4'də 1'dir. Lakin qabaqda mənfi olduğuna görə o kvadrat da mənfiyə aid deyil. Mötərizə yoxdur çünki. Mənfi 4'də 1 üstəgəl müsbət 4'də 7. Böyüyündən kiçiyini çıxıb böyüyünün işarəsini yazırıq. 4'də 7'dən də 4'də 1 çıxanda 4'də 6 1,5 eləyəcək. 12'ni də 1,5'ə böləndə cavab eləyir 8. Mənfi 77, müsbət 78 aralığındakı tam ədədlərin cəmini tapın. Mənfi 77'dən ta müsbət 78'i almır, 77'ye qədər olan ədədlər alacaq. Bu aralıqdakı tam ədəd olaraq deyirəm, 77'yi kimi olan ədədlər alacaq bu arada. Bu aralıqdakı tam ədədlərin cəmi isə olacaqdır 0. Çünki hər biri əks ədədlərdir və onların cəmi də olacaq 0. 9 nömrəli sualda bizdən ən kiçik qiymətini istəyir. Bu ifadə müxtəsərə yığılı vəziyyətdədir. Digər ifadəyə də baxaq uşaqlar. Y-ın kvadratı çıxılsın 4y üstə gəlinsin 5. Ən kiçik qiymətini n düsturu ilə də tapmaq olardı əslində bəlkə də burada. Lakin müxtəsər vurma düsturuna yığsaq y-2'nin kvadratı eləyəcək. 4, 5'i parçalayıb 4 və 1 kimi yazsam 4'ü buna verirəm ki müxtəsərə yığılsın. Üstünə də gəlirik 1'im. O zaman x'in kvadratı üstəgəl 5'in kvadratı ən kiçik 0 olmur. Çünki 0 olması üçün x'in kvadratı mənfi 5 olmalıdır. Belə bir hal mümkün deyil. O zaman x'in kvadratının özünə 0 veririk. 0 üstəgəl 5, 5. 5'in kvadratı 25. 25 üstəgəl ikinci mötərizə isə 0 ola bilir. Y çıxılsın 2'nin 0 olması üçün y2 olması kifayətdir. Və üstünə də 1 gəldiyimiz zaman cavab eləyəcək 26. 10 nömrəli sual 2 və 5'in arasındadır A. O zaman içəridəki modulu açanda onu 6 çıxılsın A kimi açacağıq. Çıx 2A. 6 çıxılsın 3A. 2 və 5 arasındakı bir ədəd aparıb yerinə qoysaq, o zaman bizim bu modulumuzun da işarəsi olacaqdır mənfi. Mənfidirsə biz onu açacağıq əks işarə ilə, yəni 3A çıxılsın A. 3 vurulsun A topla M şəklində yazılır və M də olacaqdır. Deməli mənfi 2'yi vurub açanda mənfi 6'ya gəlsin. Cavab olacaq mənfi 2. Sonra gəlirik 11 nömrəli suala. 11 nömrəli sualda isə bizdən ədədlərin hasilinin tərtibini soruşur. Bu ədədlərin hasilini tapaq əvvəlcə 3 vur 5 15, 10 üstü 4 ilə 10 üstü 12 də 10 üstü 16 eləyəcək. Sadəcə olaraq bu ədəd standart deyil ki biz onun tərtibini 16 götürək. Bu ədədi standarta gətirəndə 1,5 vurulsun 10 üstü 17 şəklində yazırıq və tərtib də 17. Müsbət ədədlərin sayını tapın. Deməli uşaqlar kök 2 minus 1,4. Bunun işarəsini tapmaqdan ötürü 1,4'ü kökün altına salırıq. O da eləyəcək. Kök altında 2 çıxılsın kök altında 1,96. İkincisində uşaqlar 1,7'in kökün altına salanda 3,24. Çıx kök altında 3. Üçüncüsündə uşaqlar kök 5 çıxılsın kök altında 5,76. Dördüncüsündə kök 6 minus 5,76 və 5-incisində kök 10 çıxılsın kök 9. Gəlin baxaq hansılar müsbətdir, hansılar mənfi. Böyükdən kiçiyi çıxıram müsbət, böyükdən kiçiyi çıxıram müsbət, böyükdən kiçiyi çıxıram müsbət. 5'dən 5,76'ın çıxanda olacaq mənfi. Daha sonra ikincisinde 1,7'in kvadratını 3,24 yazmışam uşaqlar. O 2,89 da indi fikir verirəm mən ona. 2,89 da olduğu zaman o zaman onun işarəsi olacaqdır nə? Mənfi. Kök 10 çıxılsın kök 9 da işarəsini alacaqdır müsbət. Və 3 ədəd müsbət ədədimiz var. A və B irrasional ədədlərdir. A topla 2B isə rasionaldır. Aşağıdakılardan neçəsi irrasionaldır? Biz rasionalları seçib qırağa qoyacağıq ki, geriyə qalanlar bizə irrasionallar verəcək. Deməli, A çıxılsın 2B haqqında bir məlumatım yoxdur. Buradan kök 2'ni çıxartdığımız zaman A topla 2B eləyir. A topla 2B rasionaldır, amma irrasionala vurduğumuz zaman irrasionallaşır. 2A üstə gəlinsin B. O zaman uşaqlar 2A üstə gəlinsin 4B'də biz 2'ni ortaq vuruq çıxarsaq A üstə gəl 2B eləyir. A üstə gəl 2B rasionaldırsa 2'yə də vuranda rasional olacaq. Rasionaldır. Bunu ortaq məxrəcə gətirəndə
A vur B-də, 2A B-də, 2B topla A şəklində bunlar getdi. Yenə eyni formada, bu da rasionaldır. Ancaq burada biri rasional, biri irrasional ola bilər deyə gəlib götürə bilmirik. Bizə lazım olan 2 dənə rasional varsa, geriyə qalan 3 dənəsi irrasionaldır. Bizdən nə istəyir? X-in kubu və x-in kvadratı ədəd oxu üzərində yerləşməsini istəyir. Deməli, bir ədədin kubu, sonra isə kvadratı gəlirsə, bu ədəd o zaman mənfi olmalıdır. Mənfi ədədlərdən 2 ədədimiz var. Mənfi 5 isə kubu mənfi 125, o birisi də müsbət 25-dir. Sadəcə olaraq mənfi 5 mənfi 125-dən kiçik yox, böyükdür. Ona görə ödəmir. Mənfi 2-də 1-i qoyub yoxlayaq. Mənfi 2-də 1, sonra kubu mənfi 8-də 1, sonra isə kvadratı 4-də 1. Həqiqətən də mənfi 2-də 1, mənfi 2 8-də 1-dən necədir? Kiçikdir. Ədəd oxu üzərində 6 ədədindən 3 vahid məsafədə yerləşən ədədlər 9 və 3 vahid solda duran ədəd isə 12-dir. Astəfirullah 3-dür. Onların cəmi isə 12-dir. 5 kökdə 3-ün tam hissəsini tapmamışdan əvvəl 5-i kökün altına salmaq lazımdır. 5 vur 5, 25. 25-i də 3-ə vurdum. Kök altında 75 eləyəcək. 75-dən də nə çıxacaqdı uşaqlar? Deməli, 9-a deyək, belə çatmır. 8 tam neçəsə? 8 tam neçənin tam hissəsi də y. Kök altında 11-in kvadratı. 11-in kvadratından çıxır 11. Mənfi 7-in kvadratından çıxır 7 və mənfisiz. Kök altında 6-ın kvadratı 6. Kök altında mənfi 6-ın kvadratı isə yenə 6 olacaq. 11-in üstünə 7 gələndə 18. 18-dən də 12 çıxanda eləyəcək 6. Cavab B bəndi. 3 qardaşın yaşlarının ədədi ortası A topla B topla C bölünsün 3 bərabərdir 7-yə. Bu qardaşların yaşlarının cəmi olacaq onda 21. Ata və uşaqların bir yerdə deyəndə 21 üstü gəl atanın yaşı bölünsün 4 bərabərdir 15-ə. Nəyə görə? Çünki uşaqlar 3 ədəddir, 1 ədəd də ata gəlsə, həm onun yaşını, həm də sayını artırmaq lazımdır, yaşların cəmini. O da eləyəcək 21 topla x bərabərdir 60-a, x də bərabərdir 39-a. 39 yaşı var imiş. Mənfi 2,9 və 4,4 ədədlər arasında yerləşən tam ədədlərin cəmini tapın. O da eləyəcək mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4. Bu aralıqdakı ədədlərin cəmini istəyəndə mənfi 2-dən müsbət 2-yə kimi hamısı islah olunur. 3 və 4 qalır. Onların da cəmi 7. Gəldik bu misala. Mənfi 1 və 0 arasında götürək mənfi 2-də 1, 1-dən böyük götürək 2, 0 və 1 arasında götürək 2-də 1. Mənfi 2-də 1-in kvadratı mənfi 2-də 1-dən kiçikdirmi? Yoxlayaq. Mənfi 2-də 1-in kvadratı müsbət eləyir və mənfidən kiçik olmaz. Uyğun gəlmədə həmçinin B-də eyni formada, C-də 1-dən böyük olmalıdır ki, olduğu kimi açılsın. Bir ədədin kvadratı özünə bərabər olması üçün 1 ola bilər və 0 bu aralığa aid deyil. A-nın kvadratı kiçikdir mənfi A-dan. Yəni, mənfi 2-də 1-in kvadratı 4-də 1 kiçikdir. Mənfi olanda artıq müsbətləşir. Yəni, 1-ə uyğun gəlir Y. İkincisində isə modulu olduğu kimi açıb, deməli, modulun içi 0-dan böyük bərabərdir. 1-dən böyükdür. O zaman ona da uyğun gələcəkdir C. Sonra isə C getdi, Y getdi. Bir ədədin kvadratı özünə bərabər ola bilməz. Üçüncü, 0-la 1-in arasında olan 2-də 1. 2-də 1-in kvadratı 2-də 1-dən kiçikdirmi? Bəli, kiçikdir. Hətta 4-cü dərəcədən qüvvəti də eyni zamanda necədir? Kiçikdir. A-nın kvadratı bərabərdir. A olması şərtindən ötürü o ədəd ya 0 olmalıdır, ya da 1 ki, kvadratı özünə bərabər olsun.